Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Mən Ləman Qarazadə. Bugün sizlə magistr qəbul imtahanına düşə biləcək bütün mövzulardan nümunə test izahlarına baxacağıq. Test izahlarına DİM-in öz toplusundan baxırıq, magistr üçün çıxardılmış yeni topludan ki, suallar tam qəbul səviyyəsinə uyğun olsun və hər tipdən sualları görəcəyik. Bugün bütün qrammatik mövzulara aid hansı mövzular ki, imtahana düşür, zamanlar, əvəzlik, İnkar cümlə, sual cümlə və s. hamısına aid test izahlarına baxacaq ki, bu testlər ümumiyyətlə görək hansı tipdə olur, suallara necə yanaşmaq lazımdır, tez və düzgün şəkildə necə həll edə bilərik bir dəqiqədə bir neçə sualı. Vaxt itirmədən başlayaq. Deməli, birinci mövzumuz əvəzlik mövzusu olduğuna görə qrammatikadan tapırıq əvəzlik bölməsini və başlayırıq test izahlarına. Əvəzlikdən imtahana keçən dəfə təkrar eləyəndə də demişdik, düşə biləcək hissələr hansılardır? Deməli, sonlara doğru təyin əvəzliklər, inkar əvəzlikləri və bir də ümumi qeyri-müəyyən əvəzliklərin qarışığı düşə bilər. İndi biz həmin tiplərə aid olan, həmin məna növlərinə aid olan testlərə baxacağıq ki, sual tipləri görə ümumiyyətlə necədir və necə tapmaq olar. Birinci sual görürsünüz ki, bu işarə əvəzliklərinə aiddir, nisbə əvəzliklərə aiddir. Təbii ki, bunlar düşməz. Bizə dediyim kimi lazım olan məna növləri 4-cü sualdan başlayır. Gəlin 4-cü sualdan baxaq. Deməli, 4-cü sualda baxırıq ki, hər iki tərəfin xəbəri cəmdir. Əvəzlikdə nəyə baxmaq lazımdır əsas? Özündən sonra gələn isimin tək cəm olmasına, sayılan sayılmayan olmasına və xəbərin tək cəm olmasına. Xəbər cəmdir deyə biz bilirik ki, törəmələri xəbər tək olur. Nobody'dir, everybody'dir, bunlar çıxır. İkinci tərəfdə yenə xəbər cəmdir deyə, were gəlib deyə, A variantı no one da törəmədir. Bunun da xəbəri çıxır. Qalır B və Y variantı. Və yenə ikinci tərəfdə xəbərin were olduğunu görüb, the other-ı da çıxırıq, çünki bundan sonra tək isim gəlir və xəbər tək olur, ya da sayıla bilən cəm isim gəlməlidir. Hər iki halda isim tələb edir deyə Y variantı da səhvdir, cavabımız olacaq burada B variantı. Və yaxud da baxaq 5-ci suala. 5-ci sualda özündən sonra nöqtənin birindən sonra of gəlir. Biz bilirik ki, everydən sonra heç vaxt of gəlməz. Bu tərəfi çıxırıq. Daha sonra baxırıq ki, özündən sonra gələn isimlər necədir? Məsələn, ikinci tərəfdə own sewing machine, maşın təkdədir deyə. Ümumiyyətlə, zeyerslərdən sonra bilirik ki, isimsiz yiyəli əvəzliklərindən sonra isim gəlməz. Nəyin sonundakı S var? Bunlar isimsiz yiyəli əvəzliyidir və isim gəlmir. A, B, D də gedir, qalacaq bir dənə Y variantı. 6-cı sual törəmə testlərinə aiddir. Buna da baxaq. İkinci tərəfdə nöqtədən sonra isim yoxdur deyə isimsiz qoymalıyıq. Məsələn, my'dır, her'dır. Bunlar isim tələb edir, çıxırıq bunları. Yəni ikinci tərəfdə mine olmalıdır. Birinci tərəfdə də eyni inkar cümlədə işlənməlidir. Cümlədə inkarlıq bir şey yoxdursa, yəni belə öz başına işlədə bilmərik. Ona görə inkar qoymalıyıq cümləyə, cavab olacaq A variantı. Və yaxud da 7-də yenə törəmə əvəzlikləridir, təyini əvəzliklər bölməsinə aiddir və burada biraz tərcümə də rol oynamalıdır əslində. Çünki baxıram ki, törəmədir, hamısı da eyni şeydir, hamısının xəbəri tək olur, isim gəlmir, of gəlmir, qayda qrammatik cəhətdən eynidir, deməli tərcüməyə baxmalıyam. İkinci tərəfdə deyir ki, çünki hava çox soyuq idi. Onda deməli heç kəs stadiona getmək istəmirdi. Cavab olacaq Y variantı. Everybody, everyone eyni testin içində verilirsə, deməli bunun heç biri cavab ola bilməz. Artıq bunu götürə bilmərik. 8-ci sual işarə əvəzliyi idi, bizə lazım deyil. 9-cu suala baxa bilərik. 9-cu sualda nöqtənin birinci boşluğundan sonra, yəni birinci boşluqdan sonra, nöqtədən sonra isim gəlib, plant. Baxırıq variantlara, hamısı okeydir. Avvadan sonra da, zeyirdən sonra da isim gəlir. İkinci tərəfdə cümlənin mübtədası olmalıdır. Çünki help xəbər gəlib. Xəbərin əvvəlinə mübtədə qoyuram. Yenə bütün variantlar doğrudur. Üçüncü tərəfdə onlar bir-birlərinə kömək eləyirlərsə, bir dənə buradan çıxacağıq B variantını. İç hazı apostrof S olanda isim gəlməlidir. Amma burada to fulfill, doldurmaq feil gəlib. Bu ola bilməz. D variantı ola bilməz. Digər variantlar yerindədir. Üçüncü tərəfdə work isim gəlib deyə zeyers olmaz. Deməli D, Y, B getdi. A və C variantının arasında qaldıq. Görək hansı variantdır. The workers of our plant, bizim zavodun işçiləri, are very sincere, çox səmimidir. And they help, onlar kömək eləyir, ya da biz kömək eləyirik. Each other, ya da one another, bir-birlərinə, our work time, bizim iş vaxtımızda. Yox, bizim iş vaxtımızda yox, bizim zavodun işçiləri mehribandır. Onlar kömək eləyirlər bir-birlərinə onların iş vaxtında. Yəni, mübtədə üçüncü şəxs olduğuna görə söhbət bizdən yox, onlardan gedir. Artıq burada tərcüməyə əsaslanır deyə cavabımız olacaq A variantı. Digər variantlara baxaq. Məsələn, each other, one another qaydası bilirik, əvəzliyin deməli qarşılıq növünə aiddir və
Burada apostrof s-lərdən sonra isim gəlməlidir. Heç birində isim yoxdur deyə bunların hamısını çıxırıq. A və B variantının arasında qalırıq. Each one deyə bir qaydamız yoxdur. Each other əvəzliyi var. Cavab olur A variantı. Məsələn, 11 yenə təyin əvəzliklərdir. Özündən sonra cəm isim gəlibsə, others'dan sonra isim gəlmir. Anaza olanlar təklə işlənir. Have you got any English book, other English book? Bir isim haqqında ilk dəfə danışırıqsa, aza olmalıdır. İkinci dəfə danışırıqsa, biz ora mütləq z artiklı qoymalıyıq. 12-ci sualda da yenə təyin əvəzliklərdir. Of gəlib özündən sonra birinci bilirik ki, everydən sonra of gəlməz. Bunu varianta çıxırıq. Məsələn, apostrof s-i görən kimi C variantını çıxırıq. Çünki ikinci tərəfdə isim yoxdur. Nöqtədən sonra artıq cümlə bitmiş olur. Qalır A variantı, D variantı və bir də B variantı. None of them, onlardan heç biri. None bilirik ki, 3 şəxsdən çox adamın arasındadır. Onlardan heç biri istəmirdi ki, bir-birini incitsin. None çox şəxsdir, each other 2 nəfərdir. Bu artıq uzlaşma pozulur burada. Çox adamdan heç biri istəmirdi ki, 2 nəfərdən heç biri bir-birini incitsin. Belə şey ola bilməz. Və yaxud da B variantında. Other of them, burada cavab olacaq, bir tərəfi inkar olmalıdır ki, yəni heç biri istəmirdi bir-birini incitsin. Cavab D variantı olacaq. Neither of them, ikisindən heç biri istəmirdi ki, each other, bir-birlərini incitsinlər. Aza qoyanda da tərcüməsi düz gəlmir deyə, onlardan başqaları istəmirdi bir-birini incitsin. Belə bir cümlə ola bilməz. Bu varianta da baxdıq. Sonra baxırıq, burada başqa qeyri-müəyyən əvəzliklərdən, məsələn, 13-cü sual var. Burada özündən sonra of gəlib. Biz bilirik, heç bir törəmədən sonra of gəlmir. Qalır A və D variantı. Cümlədə də deyir ki, can any of you help me? Kimsə mənə kömək edə bilərmi? It's crowded here. Burası çox izdihamlıdır. There is, deməli, oturmağa yer yoxdur. Nothing to sit on. Cavab olacaq D variantı. Any'nin törəmələri inkarda işlənir. İkinci cümlədə inkar heç nə yoxdur deyə artıq biz onu ora tək başına qoya bilmərik. Məsələn, 14-cü suala baxaq. Josie və Diana can help you, kömək eləyirlər. Deməli, and bağlayıcısı varsa, biz bilirik ki, either and yoxdur. Ona görə A, B variantı çıxır. Waze and deyil, or olmalıdır. Birinci tərəf əminik ki, bothdur. Both Joyce and Diana. Diana və Josie can help you, kömək eləyə bilər sənə. But, ancaq, deməli, inkar qoymalıyıq. Neither of them is here at the moment. Hal-hazırda onlardan heç biri deyil, burada yoxdur. İkinci tərəfdə neither qoymalıyıq. Çünki özündən sonra of gəlib və xəbərdə təkdir. Not any qoyanda artıq onlardan ikisi olduğu bilinmir. Yəni, ümumi olaraq cümləni algılamış oluruq. Bizdə 2 nəfər olduğunu, yəni boşuna vurğulanmır burada. 14-cü sualda getdi. Baxaq, burada düşən testlərdən, tiplərdən başqa nələr varsa, onlara baxaq. Eyni sualların üzərində qalmayaq. Məsələn, nə var? Bir də 23-ə də baxaq. 23-də bizə lazım olan əvəzliklər, yəni bunlardır. Qeyri-müəyyənlər, təyinlər və inkarlar. I asked two people the way to station. Deyir, 2 nəfərdən stadiona gedən yolu soruşdum, ancaq deyirsə, but varsa, burada deməli təzad olmalıdır. Neither of them could help me. Onlardan heç biri mənə kömək eləyə bilmədi. Bir dənə inkar variantımız C variantıdır. Məsələn, 24-də yenə of gəlib özündən sonra və xəbəri təkdədir. Burada deyir, 2 qutu var, ancaq onlardan biri böyükdür, heç biri böyük, kiçik deyil, hər ikisi böyükdür. Neither of them is small, heç biri böyük deyil. Both of them are large. Niyə belə oldu? Xəbəri are-dır deyə ikinci tərəfə every qoya bilmərik. Xəbəri izdir deyə birinci tərəfə boss qoya bilmərik. But yazırsa, biri təsdiq, biri inkar olmalıdır. Cavab olur B variantı. Çünki bir tərəfi təsdiq olacaq, onlardan deyil, heç biri kiçik deyil, hər ikisi böyükdür. Yəni, əvəzlik testlərini bu şəkildə işləməliyik. Özündən sonra gələn ismə baxmalıyıq, ofa baxmalıyıq, xəbərin təkinə, cəminə, sayılıb sayılmayan olmağına və s. Əvəzlik testindən bu qədər. İndi keçək zamanlar mövzusuna. Bilirsiniz, ikinci düşən əsas mövzularımızdan biri də zamanlar mövzusudur, imtahana düşür. Gəlin oradan biraz testlərə baxaq görək. Zamanlar sualını necə işləmək lazımdır? Deməli, uşaqlar, bilirik ki, zamanlarda əsas testləri görən kimi birinci tətbiq eləyəcəyimiz şey uzlaşmadır. Uzlaşma yerində olmalıdır. Mübtəda xəbər gəlir başda və bir cümlə. Bağlayıcı gəlir ortada, ondan sonra da bir cümlə. Hər iki cümlənin feili bir-biri ilə uzlaşmalıdır. Eyni zamanda olmalıdır. Yəni, ikisi də ya indiki zaman, ya keçmiş zaman, ya da baş cümlə gələcək, budaq cümlə keçmiş zaman, indiki zaman. Deməli, keçmiş, indiki, gələcək, indiki. Uzlaşma bu şəkildə olur.
İndi gəlin baxaq. Burada ilk 10 test səhv eləmirəmsə modal feillərlə bağlıdır. Modal feillər imtahana düşmür deyə biz zamanlardan başlamalıyıq elə. Gəlin elə 11-ci testdən baxaq. Deməli, dırnaq içində verilən cümlələrdə diqqətli olmalıyıq ki, dırnağın içindəki zaman da bir-birinə uyğun olsun. İndi dırnaq içini bir tərcümə eləyəcəyik. Ondan qalan hissəni, yəni vasitəli, vasitəsiz nitq kimi düşünməliyik bunu. Məsələn, burada nə deyir? Don't be nervous everything, nöqtələr. Deyir, əsəbləşmə hər şey paketlənib. Variantlardan görürük ki, paket sözüdür. Hər şey qablaşdırılıb. Baxın, öz dilimizə necə tərcümə elədik. Əsəbləşmə hər şey paketlənib məhsul növdədir. Biz variantlardan məhsul axtarmalıyıq. C variantı məhsul deyil, A variantı məhsul deyil, D məhsul deyil. B və Y variantının arasında qalırıq. Will'in də yanında B olmalıydı məhsul olması üçün. Cavab olur Y variantı. Daha buradakı said keçmiş zamanda deyə qətiyyən burada qarışdırmaq olmaz. Bizə lazım olan çünki orada dırnağın içində verilən cümlənin zamanıdır. İkinci testə baxırıq, 12-ci testdə. Məsələn, burada nəyə fikir verməliyik? Zamanların uzlaşmasına. Məsələn, could keçmiş, will gələcək C variantı ola bilməz. İkinci tərəfdən də biz baxmalıyıq ki, feil hansı zamandadır? Heard keçmiş zamanda. Keçmiş zamandadırsa, biz variantları da keçmişdə axtarmalıyıq. Məsələn, can ola bilməz, can ola bilməz. Qalırıq D və Y variantının arasında. He hurt his arm, qolunu yaraladı, so he couldn't work or write. Nə işləyib, nə yaza bilmirdi. Buna görə də he had to miss his lesson. Dərsi buraxmalı oldu. Deməli, ikinci tərəfdə dərsi buraxmalı oldu. Had to qoyuruq. Birinci tərəfdə də yazıb oxuya bilmirdi. Wasn't able ola bilər, amma able'ın to'su yoxdur. Able to'dur. To be able to qaydasıdır bu modal feillərdən. Ona görə cavabımız olacaq Y variantı. 13-cü suala baxaq. Məsələn, bunlar daha çox modal feillərdir. Gəlin zaman testlərinin sırf özünə baxaq. Burada modalları qarışdırıblar. İmtahana o qədər də modal feillərdən düşmür. Baxaq məsələn neçəyə? 30-dan sonraya baxaq gəlin. 30-cu suala baxın. Deməli, when olan cümlələrdə biz bilirik ki, gələcək zaman olmaz. Baxan kimi çıxırıq. Necə olmaz? Yəni, baxın, bura qədər bir cümlədir. When he tired, bura qədər. İkinci tərəf bir cümlədir və biz when olan boşluğa, bu boşluğa gələcək qoymuruq. Sonra da verilən zamanları uzlaşdırmalıyıq ki, zamanların uzlaşması bir-birindən düz olsun. Deyir ki, when Nick came home tired that afternoon, his mother artıq məktub göndərmişdi. Aha, indi baxaq. Y variantı uzlaşmanı pozub, came keçmiş həzindiki yeni çıxırıq. Qalır A, B, C variantının arasında. Burada Nick üçüncü şəxsdir. İndiki zamanda come S qəbul eləməli idi. Eləməyib bu variantda çıxır. Qalırıq B və C variantının arasında və biz burada artıq tərcüməyə baxmalıyıq. Deyir Nick evə yorğun gələndə günorta anası ona məktub verdi. Yəni eyni anda anası ona məktub verir, o evə gəlir və anası ona məktub verir. Cavab eyni zamanda olmalıdır B variantı. C variantını qoyanda belə məna çıxır ki, o evə gələndə artıq anası məktubu ona vermişdi. Yəni evə gəlməmiş məktubu ona necə verə bilər? Verməyi onun evə gəlməyindən keçmiş zamanda. Artıq burada əlaqə uzlaşma pozulur deyə C variantı da ola bilməz. Bitmiş zamana görə qalır bir dənə B variantı. Məsələn 31-ə baxaq. Before'dan sonra came keçmiş zaman gəlibsə, biz də birinci tərəfə keçmiş zaman qoymalıyıq. Has built indiki zaman. Built indiki zaman. Will gələcək. Bu indiki qalır bir dənə A variantı. Had been built keçmiş bitmiş zaman. Və biz bilirik ki, before bitmiş zamanın zərfidir. Özündən sonra keçmiş sadə, özündən əvvəl də keçmiş bitmiş zaman tələb eləyir. Daha sonra çətin testlərdən biraz baxaq. Məsələn 33-ə baxaq. 33-də cümlədə heç bir feil yoxdur ki, zamanı təyin eləyək. Biz sadəcə variantlardakı uzlaşmanı tapmalıyıq. Məsələn, nələr çıxa bilər, nələr ola bilər? Has happened bilirik ki, təsirsiz feildir, məhsul növə düşmür. Had been happened ola bilməz, A variantı yanlışdır. Was happened, məsələn, məhsul növdədir, yanlışdır. Are happened məhsul növdədir, yanlışdır. Qalırıq, deməli, D və Y variantının arasında. D variantında uzlaşma pozulub. Opened keçmiş, sold keçmiş, will gələcək. Uzlaşma pozulur, qalır bir dənə Y variantı. Opened, sold, had happened. Daha sonra çox sadə bir test. This year-i görən kimi bilirik ki, bu il indiki bitmiş zamandır və indiki bitmiş zamanın zərfi nədir? Have been, has been. Deməli, eksperiment də cəm olduğuna görə have been carried out olmalıdır. Cavab olacaq A variantı.
Çünki eksperiment özü, burada məsələn D variantı da indiki bitmişdi. Niyə D olmadı, A oldu? Çünki burada bin var, burada yoxdur. Bin olanda məna necə dəyişir? Təbii ki, məhsul növdə olur. Eksperiment özü-özünə aparılmır ki, kimsə tərəfindən aparılır. Ona görə məhsul yazmalıyıq. D variantı feilin məlum növüdür. Məsələn, 35-ci testdə baxaq. Yet hansı cümlələrdə işlənir? Bitmiş inkar cümlələrdə. Bitmiş inkar, informed keçmiş zamandırsa, keçmiş bitmiş inkarın sonunda işlənəcək. Burada keçmiş bitmiş inkar bir dənə A variantındadır. Bu təsdiqdir. Bunlar sadə zamandır, bunlar da indiki zamandır. Cavabımız olacaq A variantı. Daha sonra baxaq 36-cı testdə. Neither nor inkardırsa, bir cümlədə iki inkar işlənməz. Buradan A variantını, B variantını, C variantını çıxırıq. Qalır D və Y variantı. Və baxırıq. Neither student nor the teacher, nə müəllim, nə də onun, nə tələbələr, nə də müəllim. Müəllim burada was olmalıdır, təkdədir deyə buna da fikir verin. Çünki neither nordan sonra gələn isimlə uzlaşır. Teacher was excited when they heard news. Xəbəri eşidəndə, onlar xəbəri eşidəndə. Onlar var deyə, bura məhsuldur. Were heard. Mübtədə olan cümləni məhsul yaza bilmərik. Cavab olacaq Y variantı. Yəni, zaman testlərində bu şəkildə işləyirsiniz. Bir zamanların uzlaşmasına baxırsınız, bir məlum məhsul olmağına, bir hansı cümlədə zaman zərfi var, məsələn, hansı bağlayıcı var, bağlayıcıdan sonra nə olar, nə olmaz. Məsələn, 38-ə baxın, if-dən sonra biz bilirik ki, gələcək zaman olmaz. Gələcək zaman olan variantları çıxırıq. Sonra da zamanları uzlaşdırmalıyıq. You will learn many useful things if you attend this cycle. Deyir, burada iştirak eləsən, bütün maraqlı faktları öyrənəcəksən, faydalı faktları. D variantı düzdür. You have learned, yəni artıq öyrənmisən deməkdir. Bəs burada şərt qoyuraq, əgər iştirak etsən deyir. Deməli, variantı düzgün gəlmir. Tərcüməyə də fikir verirsiniz. Məsələn, 39-cu testdə today bilirik ki, indiki bitmiş zamanın zərfidir. Burada so keçmiş zaman, bunu çıxırıq. Qalanları bitmiş zamandır, doğrudur. But varsa biri təsdiq, biri əksini, yəni inkar olmalıdır. Məsələn, birinci cümlədən tərcümə eləyək qoyaq. I haven't seen Bill today. Bugün deyir, Bill'i görməmişəm. But he told Mary, o Mary'yə deyib ki, he will be back. Artıq 3 zaman bir-birinə qarışdı. Told keçmiş, will gələcək, have indiki bitmiş. Bu ola bilməz. Have seen olar. Will not'un qısaldılmışıdır. Bu yenə uzlaşma pozulub. Told, will not. Bu da ola bilməz. Deməli, A, B, C getdi. D variantında yenə told keçmiş, has indiki uzlaşma pozulub getdi. Qalır Y variantı. I haven't seen Bill today. Bugün onu görməmişəm. O Mary'yə deyib ki, qayıdacaq nahara. Would be keçmişə nəzərən gələcəkdir. Keçmişdə durub gələcəyi nəzərdə tutub. Dünən deyib ki, qayıdacaq nahara. Cavab olacaq Y variantı. Yəni, zamanların uzlaşmasına çox diqqətlə fikir vermək lazımdır. Bağlayıcıdan sonra nəyin işlənib, işlənmədiyinə fikir vermək lazımdır. Məsələn, if bağlayıcısı yenə gələcək zamanları çıxardacağıq. Yenə uzlaşmaya baxacağıq. If you are late, əgər sən geciksən, you will never. Never varsa, deməli, you will never see me again. Məni bir daha görməyəcəksən deyir. Və deməli, nəyin arasında qalmışdıq? A və D variantı. Are going niyə olsun? Çünki you will never see me. Məni heç vaxt görməyəcəksən, gələcək zamandan danışır. Şərt varsa bir tərəfdə. Are going nəyisə etməyə hazırlaşmaqdır. Yəni, nəyisə planlamaqdır. D variantının tərcüməsi ümumiyyətlə düz gəlmir. Cavab olacaq A variantı bir dənə. Baxın, bu şəkildə bağlayıcılara fikir verərək, gələcək zaman nədən sonra olmaz, uzlaşma harda olmalıdır, nədən sonra nə işlənir, nə işlənmir. Bu şəkildə baxsaq, sürətlə zaman testlərində həll edə bilərsiniz. Növbəti bir testə baxaq. Məsələn, daha çətinlərdən 42-yə baxaq. Bağlayıcılı düşür imtahana, yəni çətin 2 hissəli cümlə düşür. Mən istəyirəm o tiplərdən izah edeyim ki, sizə biraz daha çox o tipləri görmüş olasınız. Until bağlayıcısı. Bağlayıcıdan sonra gələcək zaman gəlmir. Demişik, heç bir bağlayıcı until, if, when, while fərqi yoxdur. After, before, heç birindən sonra gələcək zaman gəlmir. Bunu çıxdıq. Daha sonra nə etməliyik? Uzlaşmaya baxmalıyıq. Will not'un qısaldılmışıdır want. Yadınızda saxlayın. Will not'un qısaldılmışı gələcək zaman. Bu isə was keçmiş zaman. Uzlaşma pozulub. Bunu da çıxırıq. Qalır A variantı və C variantı. Shan't, shall not'un qısaldılmışıdır. Shall'i biz harada işlətmişik? Birinci şəxsin təkində cəmində. I shall, we shall. Burada da fok üçüncü şəxs olduğuna görə təbii ki, yəni şəxs əlaqəsi, şəxs uzlaşması yoxdur. Ona görə cavab A variantı olacaq. Məsələn, 43-ə baxaq. 43-də
deməli, said keçmiş zamandır. Keçmişlə keçmiş qoymalıyıq və yaxud da keçmişə nəzərən gələcək də qoya bilərik. Uzlaşmada heç bir problem yoxdur. Eyni görəndə biz bilirik ki, inkar cümlə olmalıdır. Burada da bir problem yoxdur. İnkar qoya bilərik. Başqa bir tərəfdən biz baxırıq ki, burada had inkar deyil, eyni inkar cümlələrdə işlənməlidir. A variantını çıxırıq. Hadn't have deyə bir qaydamız yoxdur. B variantında çıxırıq. Çünki buradakı feil bitmiş form olmalıydı. Had olsaydı düz olardı. Belə bir şey yoxdur. Qalır deməli C, Y və D variantının arasında. Artıq ikinci tərəfdə də cümlənin tərcüməsinə və feillərin boşluğuna da baxmalıyıq. Məsələn, deyir, she said it, o dedi ki, it was time for a holiday, istirahət vaxtıdır. Çünki heç il boyu heç eləməyib. Nə eləməyib? İstirahət eləməyib. Hadn't had D variantı olmalıdır cavab. Burada had'ın feili yoxdur, burada had'ın feili yoxdur. Ona başdan fikir verməliydik. Məsələn, 44-də when olan cümlədə will olmaz, when olan hissədə boşluqda gələcək olmaz, bitmiş olmaz. A və Y variantını çıxırıq. Daha sonra zamanların uzlaşmasına baxırıq. Görək hansı zamanda uzlaşma necədir. Deyir ki, when they arrived, tutaq ki, keçmiş zamanda yazırıq. In Moscow, onlar Moskvaya çatanda, the rain, yağış yağırdı. Moskvaya mən çatdığım anda yağış da yağır. Eyni anda baş verir. Ya davam eləsin, ya da ikisi də eyni anda olsun. Və yaxud dayansın yağış, fərqi yoxdur. İndi deməli, mən Moskvaya çatanda, əgər yağış yağırsa, hərəkət davam eləyirsə, mən çatdığım an biri davam edici olur, ya da dediyim kimi eyni anda olur. Amma yağış dayanıbsa, artıq yağmırsa, deməli mən çatanda artıq dayanmışdı. Məndən 5 dəqiqə əvvəl, 5 saat əvvəl artıq dayanmışdı. Məndən əvvəl baş vermişdi. Yağış dayanmışsa bu olur məndən bir əvvəlki zaman, mən keçmişəm, keçmişdən də bir əvvəlki keçmiş bitmiş zaman. Cavab yəqin ki C variantı olacaq. İkinci tərəfə də baxaq. But a strong wind, ancaq güclü külək was blowing, əsirdi. Ümid edirəm mənanı tuta bilirsiniz. Baxın, mən çatanda yağış artıq kəsib. Mənim çatmağım keçmiş zaman, amma yağış kəsmişdi məndən əvvəl. Bu olur keçmiş bitmiş zaman. Variantlarda bir dənə keçmiş bitmiş zaman C variantında var. Və ancaq deyir, külək əsirdir. Külək əsirdirsə, deməli bu olur was blowing davam eləyən zaman. O da ikinci tərəfdə C variantı düz gəlir. 45-ə baxaq. Yenə if olan tərəflərdə gələcək zaman olmayacaq C variantını çıxırıq və uzlaşmaya baxmalıyıq. Baxaq variantlara. Deməli, if you speak, əgər sən slowly, yavaş danışsan, some of your words, sənin sözlərindən bəziləri səhv başa düşülə bilər. İkinci tərəf məhsul növdə olmalıdır. Məhsul növdədirsə bilin yanında be olmalıydı. A variantı səhvdir. Əgər sən yavaş danışmasan, niyə səhv başa düşülsün? Tərcümə düz gəlmir. B də səhvdir. Əgər sən yavaş danışsan, səhv başa düşülə bilər. D variantı doğrudur. Burada da yenə tərcüməsi düz gəlmir. İnkar yazıblar deyə. Baxın bu şəkildə. Sonra 47-ci testdə yenə if olan tərəfdə gələcək zaman qoya bilmərik. D, Y variantını çıxırıq. Daha sonra isə zamanların uzlaşmasına, təkinə, cəminə fikir verməliyik. Məsələn, burada görürəm ki, a lot of animals cəmdədir, amma burada dice təkdə verilib. Təkdə verilib deyə uzlaşma pozulur. B variantı yanlışdır. Qalır A və C variantı eyni şeydir. Is controlled, will die. Deməli, tərcüməsinə baxmalıyıq. Biri təsdiqdir, biri inkar. Əgər deyir, pollution is not controlled, kontrol olunmasa çirklənmə, çoxlu heyvanlar ölə bilər. Cavab A variantıdır. Yəni, uşaqlar, gördüyünüz kimi zamanlar testinə bu şəkildə baxmalıyıq. Yəni, cümlədə hansı zaman zərfi var, bağlayıcı var, bağlayıcıdan sonra nə gəlməz, uzlaşma necə olmalıdır və s. Bir də cümlədə hansı zaman zərfi varsa həmin zamana uyğun. Məsələn, burada last Friday var, keçən həftənin 5-ci günü, keçən 5-ci gün. Deməli, keçmişə aid bir şey qoyulmalıdır. Plus recently də varsa, bu bilirəm ki, bitmiş zamandır. Bitmiş zaman və keçmişə aid bir şey varsa, bu keçmiş bitmiş zaman ola bilər də, bilirik ki. Deməli, busiest day I had recently was last Friday. Cavab olacaq Y variantı. Burada have indiki was keçmiş, uzlaşma pozuldu. Burada ümumiyyətlə davam edici zaman yazıb. Burada uzlaşma bin qoyub. Yəni, biz burada məsələn uzlaşma pozulub. Fikir verməliyik ki, həm uzlaşma, həm məhsulluq filan yerində olsun. Bir dənə də 49-a baxaq. Deməli, before'dan sonra bilirik gələcək zaman gəlməz. Bu həm normal gələcəyə aiddir, həm də keçmişə nəzərən gələcəyə aiddir. Before'dan sonra bilirik bitmiş zamanda gəlməz. Qalırıq A və C variantının arasında. C variantı doğrudur. A variantı da uzlaşması yerindədir, amma he mübtədası varsa becomes olmalıydı. Feil üçüncü şəxsdə S qəbul eləməlidir. Bu da buna görə səhvdir. Qalır bir dənə C variantı. 50-ci sualdan da yekunlaşdıraq zamanlar mövzusunu. By the time, keçmiş bitmiş zamanın zərfidir.
Keçmiş bitmiş zaman burada bir dənə B variantıdır. By the time I had got home, mən evə çatana qədər. Valideynlərim my parents went to bed. Aha, deməli burada hərəkətin ardıcıllığına baxmalıyıq. Keçmiş bitmiş zaman bir A-da bir B-də var. D variantında da var. Nəysə, biz 2 gələcək qoya bilmərik cümləyə. Gəlin yenə səhvləri çıxmaqla başlayaq. 2 gələcək qoya bilmərik cümlədə. Will, shall. C variantı gedir. Digər variantlardan çıxacağımız heç bir şey yoxdur. Ancaq tərcüməyə baxırıq burada. Deyir ki, mən evə çatana qədər valideynlərim artıq yatmışdı. Mənim evə çatmağım keçmiş zamandı, amma mən gedənə qədər onlar yatıbsa, onlar məndən də keçmiş zamandı. Yəni, keçmiş bitmiş zaman. Deməli, keçmiş bitmiş ikinci tərəfdə olmalıydı. Had gone ikinci tərəfdə olacaq. Birinci tərəfdə də keçmiş sadə zaman qoyacağım. Burada davam edici zamandır. Niyə davam edici olsun? Mən evə çatana qədər keçmiş sadə zaman onlar artıq yatmışdı. Cavab olacaq A variantı. Ümid edirəm hər bir şey aydın oldu zamanlar mövzusuna. Bacardığım qədər bütün tip testlərdən göstərməyə çalışdım. Bağlayıcılı, bağlayıcısız, zaman zərfi olan, olmayan, uzlaşma və s. Yenə də diqqətli olun və tövsiyə edirəm ki, imtahana getməmişdən əvvəl bu Dimin kitabındakı bütün zaman suallarının hamısını bitirəsiniz. Yəni sizin üçün imtahanda ancaq belə faydalı ola bilər. Növbəti mövzumuz məhsul növü olacaq. Deməli, məhsul növdən imtahana nə düşə bilər? Məhsul növünün çevrilməsini artıq hər kəs dərslərimizdə öyrənmişik, bilirik, hər kəsin məlumatı var. Məlum cümləni məhsul növə çevirəndə cümlənin mübtədasını götürürük, tamamlığını mübtədanın əvəzinə, cümlənin əvvəlinə qoyuruq. Zamana uyğun olaraq to be və participle to, yəni feillərin bitmiş zaman forması. Ümumiyyətlə, məhsul növ deyəndə bizim ağlımıza gəlməlidir ən birinci to be, üstə gələk, həmin o feillərin bitmiş forması. İndi imtahanda bizə məhsul növdən düşə biləcək suallar nələrdir? Düşə bilər ki, hansı cümlələr məhsul növə çevrilmir və yaxud da hansı cümlələr məhsuldadır. Yəni, bizdən sadə bir şəkildə verilmiş bir cümləni məhsula çevir deməz. Yəni, biraz daha mürəkkəb variantını soruşa bilər ki, verilən, məsələn, birinci sual tipli düşə bilməz ki, hansı cümlə məhsul növə, bu cümlənin məhsulu hansıdır? Çünki bu asandır, bunu hər kəs eləyə bilər. Nüqtədanı buradan siləcəyik, tamamlığı he-dir, gətirib qoyuruq he cümlənin əvvəlinə, cümlənin zamanına baxacağıq, so keçmiş zaman, deməli biz də was-were-dən istifadə etməliyik və s. kimi cümlənin məhsula çevrilməsi prosesini, yəni burada həyata keçiririk. Amma bizə belə suallar düşmür deyə nə düşə bilər? Sual cümləsində məhsul növ, bir hansılar məhsuldadır və yaxud da hansılar məhsul növə çevrilə bilər, bilməz bu kimi suallar. Məsələn, 6-cı suala baxaq. 6-ya qədər bütün hamısında çevrilmə soruşur. 6-cı sualda deyir ki, hansı cümlələr məhsul növdədir? Artıq özü çevirib və bizdən soruşur ki, hansı cümlə məhsul növdədir? Biz bilirik ki, cümlənin sonunda sifət olanda, isimsiz yəli əvəzlik olanda o cümlə məhsul növdə deyil. Zeri zera ilə başlayırsa məhsulda deyil. İtiz itvozla başlayırsa məhsul növdə deyil. İndi gəlin variantların hamısına baxaq görək və dediyim kimi to be və participle to axtarmalıyıq ki, ancaq bunlar məhsul növdədir. Və yaxud da have has varsa yanında been olsun ki, məhsul növdə olsun. A variantına baxaq. Great research, böyük araşdırma has been done, edildi upon Shakespeare's writing. Deməli, has been done artıq məhsul növdədir, biri götürə bilərik. Çünki have-has'in məhsul növü binlə düzəlir. Cümlənin bini yerindədirsə bir problem yoxdur. İkinci cümləyə baxın. Hanı bunun to be-si, participle to-su və yaxud da hansısa bir have-has'i, modal feili məhsul növdə ola bilməz. Çünki quruluşa uyğun gəlmir. Üçüncü cümlə. Were buried, bastırıldı. Əksər İngilis kral və kraliçaları deyir, Westminster Abbeydə bastırılıb, doğrudur, bastırılmaq məhsul növdədir, 1-3 və 4-cü cümləyə baxırıq. Cümlənin sonunda wrong, sifət gəlib, səhv deməkdir, tərcüməsi sifətdir, deməli cümlənin sonunda sifət olanda o məhsul növdə olmur. 5-də, I have been to the Tower of London this week, bu həftə deyir, Londonda filan qalada olmuşuq və s. Yəni, olmuşuq, have been to ifadəsidir bu, have been to-dan sonra başqa bir feil yoxdur. Başqa feil olarsa been olduğu cümlə məhsul növdə olur. Deməli, bu da ola bilməz. Məhsulda olan cümlələrimiz oldu 1 və 3. Daha sonra 7-ci sual. Yenə hansı cümlə məhsul növdədir deyir. Cümlənin sonunda sifətlər olanı çıxırıq. Elə colorful burada görən kimi 3-ü götürmürük. Çünki burada məhsul növdə deyil. Cümlənin sonunda sifət varsa. Məsələn, 5-ci də elected var, amma nə is, nə was, nə has, heç bir şey yoxdur. Bu məhsul növdə ola bilməz. 2 məhsul növdədir. Were collected, toplanıb. 1-də nə collected-in yanında to be yoxdur, nə have has yoxdur, nə də burada ikinci tərəfdə was var, amma cümlənin yanında fail filan heç bir şey yoxdur. Deməli, bir də məhsul ola bilməz. Qalır 1, 2, bir də 4. 4-ü də baxaq, has been elected, seçilib.
Deməli, hər ikisi məchul növdədir. 8-də hansı cümlə yenə məchul növdədir deyir? Tasted bir dadına baxmaqdır, bir dadlı ola bilər. Biz baxmalıyıq ki, hansı cümlədə feildir, harda sifətdir. Illegible qanunsuz sifətdir. Bunu artıq çıxırıq. Talented istedadlı sifətdir. Bunu da çıxırıq. Deməli, buradakı taste feil imiş. Dadına baxmaq mənasında 1 və 2 məchul növdə olacaq. Daha sonra 9-cu sual. Yenə eyni qayda ilə. Cümlənin sonunda sifət olmasın, isimsiz yerli əvəzli olmasın. Məsələn, furious, qəzəbli sifətdir. Artıq bu getdi. Daha sonra nəyə baxırıq? Were the cakes tasted by the cook baked? 2 məchul növdədir. Was a letter sent by the company confidential? Elə confidential sözündən görəndə artıq confidential nədir? Məxfi, gizli sifət olduğunu bilirik. Deməli, cavabımız olacaq 1 ilə 2. Daha sonra baxırıq 10-cu suala. 10-cu sualda cümlə verib və deyir özünüz çevirin. Dedik bu tiplər düşmür. 11-ci suala baxırıq. 11-də deyir hansılar məchul növə çevrilə bilər. Nəyi çevirə bilərik? Tamamlığı olan bir cümlə çevrilə bilər. Tamamlığı gətirib əvvələ qoymaqla və s. Deməli, zeri zera ilə başlayan cümlələr çevrilə bilməz. Bu da were, zeri zeranın keçmiş zamanıdır. Biri çıxırıq buradan. Bu cümlə məchul olmur. Daha sonra they didn't give me the information I needed. 2-ni çevirə bilərəm. Give me information. Burada tamamlıq var. Bunu çevirmək olar. Dangerous driving causes many accident. Deyir, təhlükəli sürmək çox səbəblərə, hadisələrə səbəb ola bilər. Burada mübtəda xəbərdən ibarətdir. Mübtəda xəbərdən ibarətdir və tamamlığı təsirli deyil. Deyir, çox hadisələrə səbəb ola bilər. Nəyə səbəb ola bilər? Səbəb oluna bilər deyə bir cümlə yoxdur, bir məchul yoxdur. 3-ü çevirə bilmərəm. 4-cü cümləyə baxırıq. Peasants well-being depend on good harvest. Depend on asılıdır, yaxşı məhsuldan. Asılıdır sözü, depend on, təsirli feil deyil, çevirə bilmərəm bunu. Bu da getdi və 5-də deyir, bizim dostlarımız təmir elədilər evin damını. Yəni, evin damı dostlarımız tərəfindən təmir olundu. Məchul növə çevirmək olur, 2-5. Bəzən tərcümə ilə də tapmaq olur. Öz dilimizə tərcümə eləyin, hansında tamamlıq varsa, çevrilmək olursa, məchulluq götürürsə, elə ingilisində də eyni olur. Amma bəzən, həmişə doğru deyil. 12-ci suala baxırıq yenə. Hansı cümlələr məchul növdədir? Dinner prepared by them has been ready since 10 o'clock. Deməli, deyir, onlar tərəfindən hazırlanan şam yeməyi saat 10-a qədər hazır idi. Onlar tərəfindən hazırlanan feili sifətdir. Məchul növ deyil. Biri götürə bilmərik. Çünki bunun hamısı bir yerdə mübtəda gedir bura qədər. Has been ready artıq cümlənin xəbəridir və mübtəda xəbərdən ibarətdir deyə cümlə. Biz bunu nə çevirə bilmərik, nə də özü məchulda deyil. Ona görə bir getdi. 2-də deyir, onların çadırı külək tərəfindən, storm, qasırğa tərəfindən cırıldı. Deyirəm, qasırğa tərəfindən çadır uçuruldu, yəni qasırğa tərəfindən zədə gördü. 2-ni çevirmək olar. 3-də deyir, o xaricdə olub, çevirmək olmaz. 4-də də deyir, o döyüşdə yaralanıb. Özü onsuz da məchuldadır. Bunu da məchul götürə bilərik. 2 və 4. 13-cü suala baxarıq. Yenə hansı cümlələr məchuldadır? Bunu seçməliyik. Demişdik, cümlə zeri zera ilə başlayırsa məchulda olmur. 4-ü çıxırıq buna baxan kimi. Daha sonra zeri zera, they has been, they have been. Bunlar məchul ola bilməz. 5-də çıxırıq. Həmçinin rain var, təsirsiz feil. Bu da məchul ola bilməz. Are required, tələb olunub, 3-ü götürmək olar. Has been used up, istifadə olunub, 2-ni götürmək olar. You have been late olmalıydı, lated, idi qəbul eləməliydi. Bir də səhvdir, 2 ilə 3 doğru cavabımız olacaq. Yəni, məchul işləyəndə bu şeylərə fikir vermək lazımdır. Cümlə zeri zera ilə başlayırsa, məchulda deyil. It-iz, it-voz ilə başlayırsa, məchulda deyil. Cümlənin sonunda sifət varsa, məchulda deyil. Davam edib, bitmiş zaman varsa, have been, has been, feil, ing-li, məchulda deyil. Bunları çıxırsınız. Bəs soruşsa ki, hansılar məchul növə çevrilə bilər, o zaman baxırsınız ki, cümlənin tamamlığı olsun çevrilmək üçün və təsirsiz feillər olmasın. İndi 14-cü sualla davam edirik. Yenə bunlar asandır əslində. Biraz ən çox düşən tiplərdən göstərək. Məsələn 15-də asan kimidir. Baxaq 17-yə. Bu vozların ayrılmasına. Bunları necə fərqləndiririk bir-birindən? Əslində çox sadə olur. Vozla başlayanda biz demişik it, is, it, vozla başlayanda ya da bunun sual versiyası was it, is it ilə başlayan cümlə məchulda deyil. Amma burada hamısı başlayıbsa, deməli nəsə bir istisna var, onu da yada salmalıyıq. Bu testlər əslində belə qarışıq görünməyinə baxmayın. Sonunda sifət falan verirlər deyə asan tapmaq olur. Məsələn, test dadlıdır. Bilirəm ki, sifət varsa bir məchul ola bilməz. Interesting, maraqlıdır, 3 də sifət ola bilməz. Deməli, cavab 2 ilə 4 olacaq.
Burada ancaq sonundakı sifətə baxmaq lazımdır. Və yaxud da sonunda isimsiz işlənən yəli əvəzliklər də ola bilər, ona da fikir verməlisiniz. İmtahana yəni bu sadə versiyası düşür. Məsələn, başqa nəyə baxaq? Zəyə həzbinlə başlayırsa məchulda deyil, is zəyə ilə başlayırsa məchulda deyil. Bir məchuldadır, he was sent, o göndərildi. 3 məchuldadır, qonaqlardan xahiş edildi, zala gəlsinlər. This is the main invited meeting. Bu artıq məchulda deyil, çünki cümlə is this ilə başlayırsa bu məchul ola bilməz. Burada da cavab olur 1-3. Yəni bu şəkildə sürətlə tapa bilərik və ən çox göstərmək istədiyim tiplərdən axır ki 19-cu sual biraz bulanıq düşüb, 20-ni göstərməyə çalışacağım. Deməli, hansı cümlələr deyir, məhsula çevrilə bilməz. İmtahana düşsə ancaq bu tiplər düşə bilər. Çevrilə bilməz. Ümumiyyətlə, çevirmək nə deməkdir? Cümlənin tamamlığı olsun, gətirək əvvələ qoyaq mübtədanın yerinə, cümlənin zamanına uyğun to be qoyaq, cümlənin to be-sinin yanına feilin bitmiş formasını qoyaq ki, məhsul olsun. İndi bunlardan biri əksik olsa, deməli, çevrilə bilmir. Yəni, cümlənin tamamlığı olmasa çevrilə bilmir. İndi gəl nümunələr üstündə göstərim, daha aydın olsun. You should explain. Sən izah etməlisən hər şeyi detallı. Deyirəm, hər şey detallı izah olunmalıdır. You should explain. İzah etməlisən. Nəyi? Everything. Cümlənin tamamlığı var deyə. Deməli, mən biri məchul növ eləyə bilərəm. Bir getdi. Bizdən soruşur ki, oluna bilməyəni, çevrilə bilməyəni göstər. 2-də deyir, after his friend's departure. Dostunun köçməyindən sonra he hurried home. Evə tələsdi. O evə tələsdi. Tələstirilmədi. Ya da nə də dostu köçürülmədi. Yəni bunu məchul növə çevirə bilmərəm. Çünki o tələsdi. Vəssalam, mübtəda xəbərdən ibarətdir. Tamamlıq olmayan cümlə çevrilmir. 3-ə baxırıq. Competition will take place in 2 days. Take place baş verməkdir. Baş vermək feili təsirsiz feildir. Nə baş verdi? Burada nəyi sualına cavab verməyən bütün feillər təsirsiz feildir. Baş verdi, yoxa çıxdı, peyda oldu, yağış yağdı, qar yağdı. Bu şeylər nə etdi sualına cavab verir deyə feil özündən sonra tamamlıq tələb eləmir və ona görə də məchul növə çevrilə bilmir. Yəni elə bizdən də çevrilə bilmir soruşursa cavabımızın biri də 3 olacaq, 2-3. Amma 4-ə baxın. Enter the hall, she made me stop. O məni dayandırdı, deyirəm mən dayandırıldım. Yəni bunu da çevirmək olar deyə bizdən çevrilə bilməyəni istəyir. Bu tipdən təəssüf ki, 2 dənə test veriblər. O da biri göründü, biri görünmədi. Yenə də Dimin abituriyent toplusundan əgər istəsəniz bu mövzunun orada ayrıca testi var. 30-40 dənə testi. Onları işləyə bilərsiniz. Hansılar çevrilər, hansılar çevrilə bilməz. Belə. Ümid edirəm ki, bu mövzuda aydın oldu. Artıq məchul növdən, passive voice-dən də qaranlıq qalan bir şey qalmadısa, keçək indi növbəti mövzumuza. Növbəti imtahana düşə biləcək mövzularımızdan biri də interrogative sentence-dir, sual cümlələri. Sual cümləsindən keçən imtahanda da sual var idi. Dialoq formasında verilən bir suala, bir nəqli cümləyə sual vermək tələb olunmuşdu. Bizim sual cümləsində əsas fikir verəcəyimiz məqam nədir? Cümlə nəqli söz sırasından sual sözü sırasına necə keçməlidir? Yəni, sual cümləsi forması, quruluşu, strukturu nədir? Birinci gəlməlidir sual əvəzliyi, sonra gəlməlidir köməkçi feil, sonra mübtəda, sonra da xəbər. İndi bu qayda ilə altından xətt çəkilən cümlə üzvlərinə bir-bir sual verə-verə gedək, sonra da imtahana düşən tipləri göstərəcəm. Məsələn, yesterday'nin altından xətt çəkib dünən. Nə vaxt sualı veririk biz buna? When. Cümlənin zamanını tapırıq verilən cümlədə. Wrote keçmiş zaman. Keçmişlə sual necə verilir? Didlə təbii ki. Do olmaz, köməkçi feili olmadan olmaz, how often-dan da olmaz, qalır C ilə D variantı. When, did. Sonra mübtəda we. Bəli, didlə sual verəndə wrote yox, write olmalı idi. Cavab D variantıdır. Çünki bir cümlədə bir keçmiş zaman olar. Didlə sual verdiksə feil keçməlidir indiki zamanlar. Does'la veririksə sualı feilin sonundakı S düşməlidir. Bu kimi şeylərə xırda bir şey olsa belə fikir vermək lazımdır. Yenə ikinci sualda yesterday sual veririk. When gəldi, reached keçmiş zamanda did, when did. Daha sonra mübtəda I, reach'in idisi düşüb, gördüyünüz kimi. Sonra da cümlənin ardında olduğu kimi yazıram, A variantı doğrudur. B variantında reach'lə didlə idi saxlayıb. C variantında nədirsə, when did I reach home late, very late olduğu kimi yazılmalıydı. D variantında when did I reach home yesterday? Yesterday'nin cümlədə necə saxlaya bilərik? Həm nə vaxt sual verib, həm dünən sözünü qoya bilmərik. Burada da köməkçi feil yoxdur. Cavab ona görə A variantı olacaq. Məsələn, 3-də a lot of nə qədər sualı verirəm? How many, how much? Sugar sayılmır deyə how much-la olacaq. Deməli, A, B, C yanlışdır. How much sugar is there olmalıdır. Çünki is cümlənin əvvəlinə keçməlidir sual versiyasında. D variantı doğru olacaq. Cümlənin əvvəlində söz önü varsa of,
Burada bir dənə whom ola bilər, which ola bilər, tərcüməsinə baxırıq. Which of you broke my pen? Mənim qələmimi sizdən hansını sındırmısınız? Bu kimə kimidir? Yəni sizdən kimə, bunlardan hansına bu mənada. Deməli tərcümə düz gəlmədi deyə biz də burada which qoyduq. Which of you? Sizdən hansınız? Daha sonra have you been here? Burada olmusanmı? Bitmiş zamanda. Biz bilirik ki when, what time, how long ago ilə bitmiş zamana sual verilmir. Bunun əvəzinə how long və since when ilə verilir. Variantlarda da how long varsa cavabımız olacaq C variantı. 6-cı sualda. Altından xətt çəkilən cümlə üzrə sual veririk. Just indicə. Nə vaxt? When qoyduq və has made indiki bitmiş zamanda. Biz bilirik ki whenə bitmiş zamandan sual verilməz. Ona görə when has olan bütün variantları çıxırıq. Qalır when did, jail və make olmalıdır feil, made yox. Ona görə cavab olacaq A variantı. Və gəldik ümumiyyətlə sual cümləsinin quruluşunu öyrəndiyimizə görə əsas məsələyə. İmtahana bəs necə düşə bilər bu forma? Ya 7-ci sual kimi düşəcək bu şəkildə. Deyəcək ki cümləni tamamlayın. Baxın burada bizim əsas diqqət eləyəcəyimiz məqam nədir? Verilən cümlə, sual tələb olunan cümlə vergüllə mi ayrılıb, yoxsa dialoq formasında belə tirelərlə mi yazılıb? Əgər vergüllə ayrılıbsa, bu tag question'dır. Birinci tərəfdə istifadə olunan köməkçi və ya modal feili, ikinci tərəfə əksini yazırıq. Burada təsdiqdirsə, orada inkar yazırıq. Birinci tərəfdə can istifadə olunub. Burada is'in, does'ın nə işi var? Can'ın özü olmalıdır. Hətta could'un, zamanını belə dəyişə bilmərik. Və burada təsdiqdir deyə mən ikinci tərəfdə inkar yazmalıyam. Y variantı. Baxın, təkrar edirəm. Əgər vergüllə ayrılıbsa, birinci tərəfin əksini ikinci tərəfə yazırıq. Hansı köməkçi və yaxud da modal feil varsa. Əgər dialoq formasındadırsa, indi onu da ayrı testlərdə göstərəcəm. Məsələn, burada zeriz zeradır, təsdiqdir, biz inkar yazacağıq. Sual formasında ar əvvələ keçir, bilirsiniz. Ar əvvəldə inkar formada olmalıdır, təsdiqdə yox. Aren't, zey mi, zeyə mi? Təbii ki, zeyə. Zeylə nə işimiz var? Cümlə nə ilə başlayıb, ondan da bitməlidir. A variantı doğru cavabdır. 9-da won't bilirik ki will notun qısaldılmışıdır gələcək zamanı. Deməli biz gələcək zamanı ikinci tərəfə təsdiq yazmalıyıq. Yəni will he, C variantı. 10-cu sualda cümlədə köməkçi feil yoxdur birinci tərəfdə. Nə qoymalıyıq? Cümlənin zamanına uyğun olaraq do does. Deməli cümlədə stay indiki zaman olduğuna görə biz indiki zaman köməkçi feil do does'dan istifadə edirik. Bu tərəf təsdiqdir deyə ikinci tərəfi inkar qoyuruq. Yəni do olur don't. Z, A variantı. Yəni gördüyünüz kimi bu şəkildə biz həll eləməliyik testləri. Və indi baxaq görək o dediyim test formalarından burada varmı? Olmalı idi dialoq formasında olan testlər ki, cavab verəndə biz hansı tip cavablardan verməliyik. Məsələn, baxın 68-69-cu suala. Görürsünüz, imtahana da bu tipdə düşmüşdür. Birinci tərəfdə dialoqdur. Vergül yoxdur. Vergül olanlara baxdıq bayaqki testlərdə. Vergül yoxdursa bu sonuncu cümlədən sonra buranı tamamla demirsə, dialoqdursa bu şəkildə AB ilə yazılıb və yaxud da çıxaq tire ilə qoyulubsa, biz onda baxırıq nəyə? Təsdiqdirsə təsdiq, inkardırsa inkar. Daha burada əksini yaza bilmərik. Təsdiqə təsdiq, inkara inkar. Bunu yadda saxlayın. Dialoq formasında verilən cavablar təsdiqə təsdiq, inkara inkar olur. Hansı köməkçi feildən istifadə eləmişəmsə yenə eynisini qoyacağam. Burada da eynidir. He has decided olar. İndi is decided də olar. Is decided qərar verildi, amma yox, has decideddir bu. Bitmiş zamandır. Has decided olduğuna görə biz has-lə cavab verməliyik. Təsdiq olduğuna görə də təsdiq qoyacağıq. Cavab olacaq D variantı. He has decided to repaint his room. This room. Oh, has he? What color is going to paint in? Hansı qərar verib ki, deyir, otağı rəngləsin? Hansı rəngə qərar verib? Deməli, has he ilə olmalıdır cavab. 69-da yenə she has decided olduğuna görə has ilə də cavab verməliyəm. Bura təsdiq olduğuna görə burada təsdiq olacaq. Has she, B variantı. Gördüyünüz kimi dialoq forması imtahana düşmüşdü. Bax, bu 68-ci sual. Dialoq formasında təsdiqə təsdiq, inkara inkar qoyuruq. Vergüllə ayrılıbsa bir-birinin əksi. Təsdiqdirsə inkar, inkardırsa təsdiq. Daha hansı köməkçi feil istifadə olunubsa onu da yerinə qoyuruq. Bunları bilirsiniz. Başqa da buradan yadımızda saxlayacağımız ən önəmli şeylər nədir? Bu 84-cü sualdan sonrasıdır. Bitmiş zamana nə ilə sual verilməz? Bunu yaddaşınıza həkk eləyin bir növ. Have noun görürsünüzsə, ümumiyyətlə have has görürsünüzsə sual cümləsində siz ora heç vaxt when-lə, what time-la və how long ago ilə, baxın how long ago
Bunlarla sual verə bilməzsiniz. Bunun yerinə verirsiniz how long, bir də since when-lə. Məsələn, 85, have you been, yenə bitmiş zamandır. Yenə what time olmaz, yenə when olmaz, yenə how long, yenə since when, bu şəkildə. Baxın, sual cümlələrin əsas, ən belə incə nöqtələri bunlardır ki, düşsə testlərə ancaq bunlardan düşə bilər. Elə bu 96 testi bir dəfə də özünüz başdan işləsəz, sizin üçün daha çox faydalı olacaq. Çünki İmtahana ancaq dimin öz toplusundan düşür, işlədiyimiz şeylərdən düşür, ekstra bir şey yoxdur. Özünüzü qorxutmayın buna görə və bütün sualları işləyib rahatlıqla imtahana gedə bilərsiniz ki, buradan həqiqətən suallar düşəcək. Yəni, maksimum bir nəfər, iki nəfərin adı dəyişər və yaxud da zaman dəyişər. Test tipləri olduğu kimi eyni olur. Sual cümləsində yekunlaşdırdıq, keçək inkar cümlələrə. İmtahanımızın növbəti bir qaydası da inkar cümlədir. İnkar cümlələrdə bizim əsas baxacağımız şeylər nələr idi? Bir cümlədə iki inkarın olmaması, inkar bağlayıcılarda uzlaşmalar və artikellər. Getdik birinci sualdan baxmağa. Deməli, verilən cümləni inkara çevir deyir. Verilən cümlədə and varsa, inkarda bu orla, norla ifadə olunmalıdır. İnkarın sonunda biz inkar təsdiq bildirən sözləri yazaq bura. So, to, also. Axırında demişdim də o hərfi olanlar həmişə təsdiqdə işlənir. Amma eyzə və neyzə inkarda işlənirdi. Bunları buradan yazaq və başlayaq testlərimizə. İndi baxın, and bağlayıcısı var, norla istifadə eləməliyəm. There was, cümlənin özünü bir dənə başa düşün. Deyir, there was a dictionary and the encyclopedia. Deyir, kitabxanada həm dictionary var, lüğət, həm də encyclopedia var. İndi mən inkara çevirib deyəcəm ki, kitabxanada nə lüğət yoxdur, nə də encyclopedia yoxdur. A variantında. Bu dictionary də sayılır, encyclopedia da sayılır. Çünki qabağında verilən cümlədə artikel qoyub. Niyə artikelini yazmayıblar? Neyzə nor artikellə işlənir axı? Deməli, variantı səhvdir. B variantında düzdür. Hər iki tərəfə də artikelini verib cavab B olacaq. C variantında nədir problem? No-dan sonra and bağlayıcısının nə işi var? No, or bağlayıcısı olmalıdır. D variantında nədir səhv? Eyzədən sonra gələn ismin qabağında artikel yoxdur, dictionary olmalıdır. Y variantından nədir səhv? İnkar cümlənin sonunda not işlənməz, plus and inkar cümlədə işlənməz. İki dənə qayda pozuntusu var, Y variantı da səhvdir. İnkar cümləni bu cür tapırıq. Məsələn, ikinci suala baxaq. İkinci sualda biz baxmalıyıq. When Albert went to school, neither his parent nor his teacher. Parents də cəmlədir, teacher də article falan yoxdur, A variantı düzdür. B variantında nədir səhv? Həm couldn't var, həm no var, həm without var. Üç inkar bir cümlədə olmaz. C variantında nədir səhv? Hardly inkarlıq bildirir. Samın burada nə işi var? Sam təsdiq cümlələrdə olmalıdır. D variantında nədir səhv? Hadn't to modal feildir. Yadınızdadırsa had to modal feili. Düzdür, modal feillər imtahana düşmür, amma belə şeyləri bilməlisiniz. Had to modal feilinin sualı inkarı do does did ilə düzəlir. D variantı da yanlışdır. Bəs G variantındakı səhv nədir? İfadə do shopping ifadəsidir. Doesn't do shopping olmalıdır. Bunun do'sunu yazmayıblar ki, elə does'ı görüb qarışdırasınız ki, hə, bəs burada does bunun köməkçi feilidir və ifadə özü harda qaldı? Do shopping ifadəsi. Ona görə Y variantı da səhvdir. 3-ə baxırıq. Yenə artikel məsələsinə. Bu cümlələr, bu tip testlər görən kimi inkarıda artikla baxırsınız. Deməli, A variantında artikel yoxdur, nə letterdə, nə də telegramda. B variantında no-dan sonra heç vaxt artikel gəlmir, amma digərləri artikellə olmalıdır. Burada artikel yazıblar, səhvdir. C-də and işlənməz, səhvdir. D variantı düzgün cavabdır. Y variantı to təsdiq cümlənin sonunda işlənir. İnkarda nə işi var? Bunu da buradan çıxarırıq. 4-cü testə baxırıq. İnkarın sonunda to işlənməz. B variantı 7. Also dedik təsdiqdə işlənir. C variantı 7. D variantı düzdür. Eyzə inkar cümlənin sonunda işlənir. Y variantı səhvdir. Neyzə inkar cümlənin əvvəlində olmalıydı. A variantı səhvdir. Eyzə inkar cümlənin sonunda olmalıydı. Təsdiqə yazıblar. Burada da cavabımız olur D variantı. 5-də verilən cümləni inkara çevirin deyir. İnkara çevirəndə biz əsas nəyə baxırıq? To-nu buradan götürməliyik. Çünki onun yerinə eyzə yazacağıq və cümləni inkar eləyəcəyik. Will not join. Elə A variantı düzdür. B to-ya görə çıxdı. C variantı also təsdiqdə işlənir. Buna görə çıxdı. D variantı neyzə əvvəldə olmalıdır. Sonda eyzə olur. Bu da səhvdir. 7-də eyzə inkarın sonunda işlənir. Bunun heç köməkçi feilini də yazmayıblar ki, hələ bir inkar da yazarlar. Y variantı da səhvdir.
İnkar cümlələr yəqin ki, aydındır, asan bir testdir. Biz buradan baxmalıyıq əsas artikla. Dediyim kimi, neither nor article-la işlənir. No or article-sız işlənir. Heç vaxt article götürmür. Not or article-la işlənir. Və and bağlayıcısı inkarda olmaz. Bir də bir cümlədə iki inkar yazmayın. İnkarlıq bildirən sözləri də əzbərləyib yadınızda saxlasaz və salam. Yəni, bu çox sadədir. İnkar cümlədən demək olar ki, hər ildə eyni şeylər düşür. Rahat cavab verə bilərsiniz bunlara. Başqa buradan inkar cümlədən də baxacağımız bir şey qalmadığına görə keçək complete sentence-ə. Cümlə tamamlama qaydası. Cümlə tamamlama qaydasına nəyə baxırıq uşaqlar? Deməli, əsas bizə bir cümlə verilir və onun ardını variantlardan tamamlamaq tələb olunur. Bizim əsas baxacağımız şey burada zamanların uzlaşmasıdır və nəqli söz sırasıdır. Cümlənin ikinci tərəfində gələn o bizim tamamlamalı olduğumuz hissə nəqli söz sırasında olsun. Mübtəda xəbər ardıcıllığından gəlsin. Məsələn, baxırıq A variantına. You to help me. A variantı düzdür. She to help me. Hələ ki söz sırasına baxıram. Hamısının söz sırası düzdür. Him to help me. Burada da düzdür. Heç birində köməkçi feil cümlənin əvvəlinə keçməyib. İndi bizim burada baxacağımız nədir? Cümlənin ortasında feildən sonra nə gəlməlidir? Tamamlıq. He mübtədadır, Z mübtədadır, she mübtədadır. Qalır you və him. Hər ikisi tamamlıqdır. Burada fərqli cəhət nədir? Birində to var, birində to yoxdur. Want deməli mürəkkəb tamamlıq qaydasından 3-cü qrup feillərə aiddir deyə to-lu olur. Ona görə A variantı cavab. Sizə belə bir şey düşməz. Sadəcə qabağımıza çıxır deyə belə bir testə baxdıq. Biz əsas gəlin onda düşən tiplərə baxaq. Məsələn, ikinci sualdan baxaq. Zaman uzlaşmasına görə düz qoymalıyıq. Bir də nəqli söz sırası olub olmamağına görə. She said that. O dedi ki, gələcək zaman olmaz. B variantı yanlışdır. Has indiki zaman olmaz. He shouldla yox, wouldla işlənir. Bu da səhvdir. Qalır deməli C variantı, bir də A variantı. He would return the next day. O qayıdacaq gələn həftə, gələn gün. C variantı düzdür. Gələcək zamana aid olan bir şey necə yesterday ilə verə bilərik? Burada artıq bir uzlaşma pozulub. Ona görə A variantı səhvdir, qaldı C variantı. Üçüncü sualda. Bizə əsas düşə biləcək testlər bunlardır. V-dən sonra cümlənin bu hissəsini biz tamamlamalıyıq. Biz baxırıq ki, verilən variantlar nəqli söz sırasında olsun. A variantında does your father-dan əvvələ keçib səhvdir. B variantı düzdür. C variantında is keçib. D-də does keçib, Y-də do keçib. Deməli, qalır bir dənə B variantı. Dördüncü sualda. Biz ikinci tərəfi yenə nəqli söz sırasında qoymalıyıq və baxmalıyıq ki, bir də bu made ilə to-lu ing-li işlənmək məsələsidir. Bu da dediyim kimi bu qayda sizə düşmür deyə çox bunun üstündə qalmayaq. Burada olmalıdır. Made keçmiş zamandadır. Feel indiki zamanları çıxırıq. Made her that she felt happy. A variantı düz olacaq. Burada da become indiki zamandadır. Deməli uzlaşma pozulub adı. 5-ci suala baxırıq. 5-ci sualda my sister paints well. Cümlə nöqtə qoyulub və yenidən 3 nöqtə verilir burada. İkinci hissəndə biz sual, deməli, verilən cümlənin təsdiqcə təsdiq, inkarcə inkarını yazmalıyıq. Qısa təsdiq, qısa inkar cavablardır bunlar. My sister paints. Paints feili indiki zamandadır. Do, does-la cavab verməliyik. İzləri çıxırıq. Təsdiq cümlə deyə təsdiq cavab verəcəm. İnkarı da çıxırıq. So, do I, necə do I qaydası olduğuna görə köməkçi feil əvvəldə gəlməlidir. So, does my brother, deməli, D variantı düzdür. B-də yeri dəyişib does-la my brother-ın və C variantında so gedib axara çıxıb belə bir quruluş ümumiyyətlə yoxdur. 6-cı sualda da verilən cümlə təsdiqdir. Biz də təsdiq cavab verməliyik. A inkarda olmaz. B variantı cümlədə have, has yoxdur. Axı necə have-lə cavab versin? Səhvdir. C-də inkarda səhvdir. D variantı düzdür. Y variantında da also, don't-la bir yerdə işlənə bilməz. İnkar cümlədə işlənmir. Y variantı da səhvdir. Gördüyünüz cümlə tamamlama qaydasında əsas baxacağımız şey ikinci tərəfin nəqli söz sırası və zaman uzlaşmasının yerində olmasıdır. Məsələn, 7-də how long, burada artıq köməkçi feillər əvvəldə gələ bilməz. İtlər qalır, mübtəda gəlməlidir, sonra feil. Can you tell me, mənə deyə bilərsən, indiki zamandan danışır. It olsaydı, takes olardı indiki zamanda. It took you, o səni nə qədər müddətlik götürüb, cavab C olacaq. It takes olmalıydı indiki zamanda. Zaman uzlaşması düz deyil deyə C variantı düzgün cavabdır. Və yaxud da 8-ci sualda. Yesterday keçmiş zamandır. Keçmiş zamandırsa, biz birinci zamanı uzlaşdırmalıyıq. İkinci nəqli söz sırasına baxmalıyıq.
Məsələn, harada nəqli söz sırası pozulub? Met əvvələ keçib mübtədədən, D variantı səhvdir. Have met indiki bitmiş zamandır, yesterday keçmiş, B-də səhvdir. Mən, kişi, canlı, şinin burada nə işi var? A variantda səhvdir. Canlı insanla which işlənməz. Bu da səhvdir. Qalır bir dənə you met yesterday. Dünən gördüyün kişi. Bu deyil, dünən görüşdüyün kişi deyil. Yəni sənin görüşdüyün. Ona görə də Y variantı burada düzgün cavab olacaq. Bu tiplərdən, yəni biraz özünüzdə işləyib təkrar eləmiş olsanız, cavabları da bu PDF-in sonunda var. Yoxlasaz, səhvlərinizə baxsaz, başa düşəcəksiniz, aydın olacaq, çətin bir şey yoxdur. İmtahana da dediyim kimi bu mövzunun düşmə ehtimalı düzdür, azdır. Amma yenə də bu testlərə də baxa bilərsiniz hər ehtimala qarşı. Nümunələri də göstərdim. Yəni imtahana düşsə, əgər bu mövzu bu tip testlərdən düşəcək, 12-13 tipli testlər, 14-15 tipli testlər, bunlardan da bir dənə göstərim. Yenə bayaqki şeylərdən də eynidir. Doesn't indiki inkardır. Biz də inkarla cavab verməliyik. Elə A variantı düzdür. B variantında does axırı gedib çıxıb. Belə bir şey olmaz. C variantı to təsdiqdə işlənməlidir. D-də sonu inkara qatıblar. Olmaz bunlar. Y variantında da bir cümlədə iki inkar işlənib. Yəni cümləyə inkar cavab vermək tələb oluna bilər və yaxud da cümlənin sadəcə normal söz sırasından tamamla deyə bilər. Məsələn 13-dəki kimi. Deməli he has came for. Burada come yox, came olmalıydı. A hərfi. Yox, bir dəqiqə. Came. Hə, doğrudur. A variantı doğrudur. Düzgün cavab A variantıdır. B variantında nədir səhv? Has he-dən əvvələ keçib, həm də why-dən for işlənə bilməz. C variantında nədir? Come indiki zaman olsa, bəs bunun S-i hanı? He üçüncü şəxs daxil. C variantı da buna görə səhvdir. D variantında did əvvələ keçə bilməz. He mübtədə birinci gəlməlidir. Y variantı yenə why ilə for işlənə bilməz. Qalır bir dənə A variantı. 14-də də baxaq. What time-dan sonra biz bilirik ki, bitmiş zaman falan gəlmir. Bunu yadda saxlayırıq və köməkçi feillərin əvvəldə gəldiyi variantları çıxırıq. Does, will əvvəldə gəlib səhvdir. Did də əvvəldə gəlib səhvdir. Qalır C və Y variantı. Y variantında was arrived keçmiş zamandır. Amma bizə try indiki zaman verir deyə cavab olacaq indiki zamandan C variantı. Yəni bu tiplərə daha çox fokuslanmaq lazımdır. İmtahana ancaq bunlar düşə bilər. Ümumi bir dəfə də təkrar edirik. Deməli, imtahana düşən mövzular nə oldu? Əvəzlik, zamanlar, məhsul növ, inkar cümlələr, sual cümlələr və cümlə tamamlama. Hamısını demək olar ki, təkrar elədik. Bütün qaydaların artıq test izahlarına baxdıq. Özünüz üçün də dediyim kimi hər mövzudan yenə əlavə 10-15 test işləyə bilərsiniz imtahana qədər. Bu sizin üçün həqiqətən faydalı olacaq. Eyni tipləri gedib imtahanda görəndə sevinəcəksiniz ki, yəni siz artıq bu sualın cavabını bilirsiniz. Bir dəqiqəyə 5-ini də həll eləyə biləcəksiniz. Əlavə olaraq imtahana düşən mövzulardan, mövzu da deməyək, ümumi testlərdən make-up dialoq düşə bilər, dialoqların düzəlməsi. Bu ancaq sizin tərcümə qabiliyyətinizdən asılıdır. Tərcümənizə yəni fikir verməlisiniz, söz bazası falan bunlardan asılıdır. Orada da diqqətli olun. Dialoq işləməyin qaydaları elə yəni ciddi bir qaydası yoxdur. Sadəcə tərcümə edirsiniz, ardıcıllığı düzgün tapırsınız. Ya hekayə olur, ya sual-cavab olur. Suallara cavab vermək şəklində falan. Bu cür həll edirsiniz, gedir. İmtahana düşə biləcək başqa bir qaydamız yoxdur. Əlavə olaraq bir də lüğət bazamızı təkrar eləməliyik ki, sözlərin hansılarınsa definitionu ya da sinonimi, antonimi falan soruşula bilər ki, birinci imtahanda da bu düşmüşdü. Yəni lüğətlərinizi təkrarlayın, dialoqlardan işləyin. Bütün düşə biləcək mövzuları da bu videoda təkrar elədik. Başqa bir şey demək olar ki, qalmadı. Ümid edirəm hər kəsə hər şey aydın oldu. Nəsə bir sualınız olsa şərh bölməsində qeyd edə bilərsiniz. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Hər birinizə uğurlar. Hələlik.